Salam. Deməli, coğrafiya 6-cı sinif, kiçik summativ qiymətləndirmə nömrə 4 üzrə nümunəvi suallara baxırıq. Birinci sual. Hansı səma cismi Günəş ətrafında fırlanır? Deməli, bizə verilən cavablardan A. Planet. Deməli, planetlər həqiqətən də həm Günəş ətrafında, həm də öz ətrafında fırlanan səma cismi. Yəni, düzgün cavab burada A bəndi, planet olmalıdır. İkinci variant sual. Özündən işıq və istilik saçan qaz şəklində və kürə formasında olan səma cisimləri adlanır. Özündən işıq və istilik saçan qaz şəklində olan. Deməli, planetlər özündən işıq və istilik saçmırlar. Asteroidlər yenə işıq və istilik saçmırlar və kürə formasında da olmaya bilər. Peyklər burada işıq və istilik saçırlar, amma peyklər işıq və istilik saçmırlar. Yəni burada düzgün cavab ulduz olmalıdır. Özündən işıq və istilik saçan qaz şəklində və kürə formasında olan səma cisimlər ulduzlardır. Bizə ən yaxın ulduz da elə Günəşdir. Günəş də işıq və istilik saçan kürə formasında olan səma cismidir. Yer Günəş sistemində hansı planetlər arasında yerləşir? Deməli, planetlərin düzülüşü belədir ki, Merkuri, Venera, Yer və Mars. Yəni Yer planeti Venera və Mars planetləri arasında yerləşir. Yəni düzgün cavab B bəndi. Uyğunluğu müəyyən edin. Deməli bizə variantlar verir. Uyğunluğu müəyyən etməliyik. Biz ulduz, meteorit və planet verilib. Günəş və öz oxları ətrafında hərəkət edən səma cisimləridir. Günəş və öz oxları ətrafında hərəkət edən səma cisimləri deməli bura olmalıdır. Planet. Yəni A bəndi. Sonra qaz şəklində olur, işıq və istilik saçırlar. Bayaq da dediyimiz kimi bu ulduzun xüsusiyyətidir. Deməli B ulduza aiddir. Meteorit dəmir və ya daş kütləsindən ibarətdir. Bunlar isə meteoritlərə aiddir. Yəni burada C-yə aiddir. Deməli B, C, A şəklində olmalıdır. Düzgün ardıcıllıq. Sonra düzgün uyğunluğun verildiyi cavabı təyin edin. Deməli Mars, Saturn, Neptun verilib bizə. Ətrafında toz və dumanlıqdan ibarət halqa var. Bu Saturn planetidir. Ətrafında halqalar olan planet. Saturn planeti A buraya aid edilir. Günəşdən ən uzaqda yerləşən planetdir. Bu Neptun planetidir. Yəni B buraya daxildir. Buz olan və həyatın olması güman edilən planet. Yəni yerə ən oxşar planet və suyun buz halında olduğu planet. Bu Mars planetidir. Deməli bu da C. Yəni düzgün cavab CAB olmalıdır. CAB də bizə D bəndində verilib. Düzgün cavab D bəndi olmalıdır. Fəsillərin dəyişdiyi tarixləri yazın. Deməli yaz fəsli başlayır. Şurada da yazaq. 21 martda başlayır yaz fəsli. Yay fəsli 22 iyun tarixində. Payız 23 sentyabr. Qış isə 22 dekabr tarixində başlayır. Yəni bunlar fəsillərin dəyişdiyi günlər hesab olunur. 7-ci sual. Düzgün fikirləri seçin. Birdə deyir bizə ay işığı əks etdirir. Bəli, ay özü işıq saçmır, günəşdən gələn işığı əks etdirir. Bu doğru fikirdir. Ulduzlar ayrılıqda bürc adlanır. Ulduzlar ayrılıqda yox, birlikdə bürc adlanırlar. Ay yerin cazibəsindədir. Bəli, ay peykdir və yerin cazibəsindədir. Bu da doğru fikirdir. Sonra dördüncüdə yer öz oxu ətrafında qərbdən şərqə doğru hərəkət edir. Bəli, yer öz oxu ətrafında qərbdən şərqə doğru hərəkət edir. Bu da doğru fikirdir. Yer ən böyük planet. Yer ən böyük planet deyil. Yer böyüklüyünə görə 5-ci ən böyük planetdir. Yəni bu da səhvdir. Deməli düzgün cavab 1, 3, 4 olmalı. 1, 3 də bizə B bəndində verilib. 1, 3, 4. Sonra 8-ci sual. Səhv fikri müəyyən edin. Planetlər Günəşdən uzaqlığı 2 qrupa bölünür. Daxili və xarici planetlər. Bəli, bu doğru fikirdir. Yer öz oxu ətrafında hərəkətin nəticəsində sutkalıq ritmik proseslər yaranır. Bəli, bu da doğru fikirdir. Yer xarici planetlər qrupuna daxildir. Yer xarici planetlər yox. Yer daxili planetlərdir. Yəni bir işə yaxın planetlər. Daxili planetlər hesab olunur və yer də daxili planetlər qrupuna aiddir. Xarici deyil. Günəş sisteminin ən böyük cismi Günəşdir. Bəli, Günəş sisteminin ən böyük cismi Günəşdir. Bu da doğru fikirdir. Sonra 9-cu sual. Günəşə ən uzaq planet, bayaq da biz qeyd etmişdik ki, Günəşə ən uzaq planet Neptun. Deməli burada olmalıdır. Neptun.
Sonra ən yaxın isə Merkuri planetidir. Merkuri. Deməli, Neptun və Merkuri olmalıdır. Yer qrupu planetlərinə aiddir. Deməli, bayaq dedik biz daxili və xarici planetlər, həmçinin onlara yer tipli planetlər və yaxud da Yupiter tipli planetlər, daxili planetlərə yer qrupu planetləri, xarici planetlərə isə Yupiter qrupu planetləri deyilir. Yer tipli planetlər yəni Günəşə daha yaxın olan və kiçik planetlərə aiddir. Yəni bunlar Merkuri, Venera, Yer və Mars planetlərə aiddir. Yəni burada düzgün cavab B bəndi hesab olunur. Merkuri, Venera, Yer, Mars bunlar yer tipi planetlər hesab olunurlar. Deməli bu bizim oldu. 6-cı sinif coğrafiya 6-cı kiçik summativ qiyməti nömrə 4 üzrə nümunəvi suallarımız oldu.